Onlardan eşitsəydin əgər. Hə. Sırf onlardan eşitsəydim ki, Qulaq belədir, as hə. da. Qulaq as da. Dedin debat edirik. Dedin debat edirəm. Mən də sənə debat edirəm. Onlardan eşitsəydin ki, İvan Lotudur. Lotu kimi baxardın. Onlardan eşitsəydim, hə. Onlar kimdir ki? Mənim bir böyük qardaş dediyim uşaqlardır. Kimdir onlar? Fərqi nədir də? Yəni mən onları tanıyıram, Fərqi bilirəm. nədir? Elə şey lotular deyir. Elə şey oğrular deyir. Yox da niyə lotlar deyir ki? Onlar kimdir ki, söz lotular haqqında? Onlar kimdir ki, lotular haqqında söz deyirsən? Yox, qulaq as da. İndi avara sən əgər haqqında oğru deyirsə, böyük qardaş deyirsə, onu Avara- söyləmək olmalıyam. Avara Hə. kimdir avara? Mən sənə misal çəkirəm. Əgər avara deyirsə, Mən də sənə deyirəm də sən avara deyirsən. Nədir avara? sən adını burada nə edirsən ki, mən burada efirdə deyim. Mən bilmək istəyirəm də sən görüm bilirsən avara nə deməkdir yoxsa yox. Bilirəm, mən niyə bilmirəm? Mən Nə deməkdir? Avara nə deməkdir? qulaq as, bir dənə qulaq as sözümə. Sən deyirsən ki, sənin Temboli efirin Avara nə deməkdir? Avara nə deməkdir? Mənim dediyimi qoy qırağa. Sənin dediyini bir razbirat eləyə görə sən nə deyirsən? Sonra mənim dediyimə keçsən. Sən mənim dediyimi başa düşürsən. Sən o sualdan elə bir ki qaçırsan. Mən sənə dedim ki, avara nə deməkdir? Sən birinci biz başa düşərik ki, sənin sualıma cavab verim. Sən avaranı düzgün başa düşmürsən. Necə düzgün başa düşmürəm. Sən bilmirsən avara kimdir? Avara oğruya ravnadır. Oğru adını Oğruya ravnanca oğru ola bilər. Xeyr, Necə xeyir? elə də xeyir yox. Elə Oğruya ravnanca oğru ola bilər. necə oğru ola bilər? İndi sən əgər oğru adını almamısan, özü oğru deyirsən, sən ona ravna Mən də deyirsən. sənə deyirəm, adam mən onu danışarıq. Sən dedin oğruya ravna. Oğruya ravnanca oğru ola bilər. Avara da ravnadır. Avara oğrudan balaca bir Nədir də avara nədir? Oğruya ravnadır. Mən Nədir sənə avara? deyim. Nədir avara? Avara bu həyatda hərəkət edən streamit, bu yolda hərəkət edib streamit eləyir. Streamit, Avara. təzə raket növüdür o, streamit Yox, edir. sən necə söhbəti zarafata salma. Zarafat Mən yoxdur, sən- sən multfilm söhbətlər edirsən. Niyə multfilm söhbət edirəm? Mən sənə deyirəm də, avara. Təzə raket növüdür o, streamit edir. Avara bu yolda əziyyət çəkəndir. Bu yolda haqqı ilə, adı ilə bu qazanan avara deyil. Bu yolda Yəni əziyyət sən- çəkər. Mən onu Hansı sən yolda? nəzəriyyənə deyənlərəm axı. Sən düz danışmırsan, axı sən heç bilmirsən bunlar nə olan şeylərdir. Yox, mən qəşəng bilirəm. Sən başlayırsan söhbəti fırladırsan Sən şən bilsəydin deməzdin streamya qatdı. Varovskoy Streamya deyəndə demədim streamya sən. qatdı belə bir şey yox. Mən demədim stream rəqadə. Mən dedim streamit eləyir. Streamit bilirsən nə deməkdir? Streamit nə deməkdir? Nə streamit nə Çalışır. deməkdir? Streamit eləyir nədir? Çalışır, hərəkətini edir. Çalışır. Bəli, hərəkətini Çalışır. edir. Çalışmasa nə olur? Çalışmasa necə? Yox, işləmək mənasında demirəm çalışır. Bu yolda Çalışmasa yəni- necə bəs? Necə? Çalışmasa necə bəs? Avara deyil. Yox, hərəkətini eləməsə vara deyil. Kim sənə deyib bunu? Mən sənə deyirəm. Nə hərəkət eləməlidir ki? Nə hərəkət eləməli deyəndə ki, bu yolda əgər hərəkətini eləyir, dustaqlara kömək eləyir, nə bilim, kasıb. Dustaqlara kömək eləmir. Düzgün yaşayırsa. Dustaqlara yaxşı, kömək eləmir. Qulaq as. Lağas eləmir də kömək etsin. Necə? Eləmir dustaqlara kömək. Avar eləmir. Ha, eləmir. Yaxşı, nətər var oldu? Yaxşı, mən səhv deyirəm, sən bir dənə onun düzgün variantını Sən heç bilmirsən avaran olan şey deyil. Sən heç Tamam, bilmirsən mən bunu bilmirəm. Yaxşı da, mən Vagonlardan bilmirəm. nə Sən işləyibsə onu danışırsan. Yaxşı da, mən səhv danışıram. Sən düzgün variantını mənə dinlə, mən öyrənim səndən. Avara elə oğrunun özüdür. Oğrunun özüdür. Hə. Mən o fikrinə razı deyirəm. Niyə razı deyirsən? Aydınlığını ver. Çünki sən özün frok görmüş adamsan, sən bilirsən ki, Mən də sənə deyirəm ki, Bradiaga oğrunun elə özüdür. Hə. Mən razı deyirəm. Niyə razı deyirsən? Aydınlığını ver, niyə razı deyirsən? Çünki hər bir status var da, o statusdur. Status Sən o nə deyə? statusu- Status nə deyə? Başa status nə Sən var? bilirsən də orada status gedir. Status nədir? Pagonların sözüdür bu. Xeyr, paqonların sözü deyil. Kimin sözüdür bu? Yaxşı, sən oğullara sual veriləndə ki, pas statusu tıqdı, o deyir ki, mən oğruyam. Ya vur. Onda əgər Ona o paqonlar soruşur, sən kimsən deyir oğruyam da. İndi status ona görə status. Oğru demir ki, pas statusu ya. Ona görə elədi. Pagonlara görə status sayılır. Oğruya görə statusdur o. Mən sabırlı ol. Oğruya sual verir ki, sən status qap. Oğru deyir mi pasta? Oğru bəyəm deyir ki, mən statusda bu ya. Ona görə o status, oğruya görə status. veriləndə oğru statusa görə cavab verir. Deyir ki, Mən də sənə deyirəm də, oğru ideologiyasında status yoxdur. Status nə?
oğru ideologiyasında yoxdursa, Paqon o status sualını verəndə nəyə görə oğru onda həmin o statusu Fərq eləmir, cavab status deyil. Adam oğru üçün fərqli, lotu üçün fərq eləmir. Ona status deyildi, nə deyildi. Oğru bir dənə eşidir ki, soruşur ki, ondan kimsənsən? Mən deyim, mən lotuyam. Qutarı getdi. Oğruya sual verilmir ki, tıkdı. Oğruya ki, pas statusu tıkdı. Lap belə desə, tıkto desin, status desin, nə deyir, Paqon desin. Soruşursa kimsən, onun cavabını verir. Tamam, o səbəbi keçdirdim. Mən sən deyirəm, sənin fikrin İşte başqadır. yoxsa sən bayaqdan burada ancaq Paqonların şeyi ilə danışsan sən. Yox, mən Paqonların şeylə danışıram. Proqramması ilə danışsan. Yox, mən sən dedim axı, mən sənə tamam başqa barədə söhbət edirəm. Sən prosta keçdin bu söhbətə. Kimdən eşitsən sən bunları? Kimdən eşitibsən sən bunları? Fərqi nədir kimdən eşitmişəm? Sən özün deyirsən mənim efirim izlənir, məndən ad almaq istəyirsən. Məqsədin nədir ki, ad alırsan məndən? Yox da qısa denən ki oğrulardan eşitmişəm. Və yaxud da qısa denən ki kimdən eşitibsən sən? Yox, Ad ondan çəkmə. fərqi nədir? Yox da mən yaxşı qardaşlardan eşitdim. Fərqi çoxdur da. Belə öyrənmişəm, Yaxşı belə qardaşlar, yaxşı dediyin qardaşlarla bu şey deyil də, bu şey oğrudan gəlir soruşasın. Oğru bilir bunları. Ya mən Düzünü oğru bilir. Yox, qulaq as. Bu bilmədiyin şey niyə oğruların adına yaxırsan da? Niyə oğruların adına yaxırsan? Baxın, mən bildiyim budur. Mən sən dedim Düz ki, bilmirsən. sən dedim qulaq as. Düz Sən bilmirsən. dedim, avara kimdir? Mən də dedim avara oğruya ravnıdır. Düzdür? Oğruya ravnı zad yoxdur. Oğruya ravnı ancaq oğrudur. Sən də dedin ki, avaran elə özü oğrudur. Bəli, da avara elə Parisin oğrudur. Tamam, mən də o fikrinə razı deyirəm, onu qoyduq bir qırağa. Denən də aydınlığın ver niyə? Niyə razı Mən deyilsən? sənə bayaq aydınlığını verdim də. Mən dedim ki, mənim Vermədin, dedin status belə, status belə sən mənim bildiyim, qardaş bax, mənim bildiyim, mən mənim sözlərlə danışıram. necə? Düz bilmirsən. Başa düşdüm də. Mən də Düzgün sənə bayaq bilirsən. dedim ki, mənim bildiyim budur. Mən səhv bilirəmsə, eyb yox. Sən düzgün variantı dedin, o sənin öz düzgün variantı. Mən də sənə deyirəm ki, elə Bradiaqa elə oğrunun özüdür. Yaxşı. Onu qoy da sən düz deyirsən, tamam ki, düzdür. Yadındadır bir səhv eləmirəmsə 1 ilin söhbətidir. Sən bir dəfə efirdə qayıtdın dedin ki, mən oğruyam. Söhbət eləmirsən də. İndi də deyirəm, mən o başlayıram. Hə, tamam. Bir dənə də belə bir söhbətin olmuşdu ki, normal özünə hörmət edən oğlan kiminsə ailəsinin simyasına toxunmaz. Onu da eləmişdin də o söhbəti. Bəli, normal oğlanın semiyasına toxunmaq olmaz. Yox, normal oğlan demişdin. Nə üçün? Mən sənə indi bir dənə yaddaş verim. Yenilirəm. Ola bilər mən Mən verirsən, bir tərəfini deyirsən, bir tərəfini demirsən axı. bəs deyirəm axı, sən bir dənə imkan ver. Sabir o vaxtı çıxıb 1-2 nəfər söyüb eləyəndə, nəsil kök söyəndə. Sən onda çıxdın qayıtdın efirdə dedin ki, o özünə avara deyir. Normal oğlan heç kəsin ailəsinə toxunmaz. Normal, sən təhrif edirsən mənə sözümü. Yox, sənin sözün olmayıb ki, deməmisən ki, heç kəsin ailəsinə toxunma olmaz. Demişəm, indi də o söz deyirəm ki, əlbəttə ki, normal kişinin, normal oğlanın ailəsini söymək olmaz. Hə? Normal, yaxşı. Deyək ki, oğlan üzdən ıraqdır, onun ailəsini söymək olar. Üzdən İraq, Hətta bir insandır da, indi üzdən ıraqdır, ailəsini söyməyə icazə var onun. Var Askoyda. üzdən İraq. Hətta üzdən ırağın ailəsini söyməyə icazə var. Mən gecə gündüz türmədə Paqonların ailəsini söyürdüm. Yox, mən sənə paqonlardan demirəm. Eşit. Sadəcə bir insandır. Bir səhv eləyib. Onun ailəsini söyməyə İnsan? icazə var. İnsan, hətta adi bir insandır. Heç var Askoy Adi bir deyil. insan. Hə. Adi bir insan var, yaxşı var, pis. Pis olsun. Deyək ki, pis hərəkət edib, səhv eləyib. Pisdirsə, fişoda pisində hər şeyini söymək olar. Yox. Pisin deyəndə ki, niyə hər şeyini söyləyirsən? Sən özünü söyə bilərsən. Ailəsinin nə işin var? Mən söyürəm də. Bəs özündə deyirdin axı. Kim aydın? Sən bu söhbətləri, aydın? bax, mən nə üçün sənə dedim ki, mən səninlə debat edirəm. Nə təhqir eləmək şərtlə də bir şey. Ki, sən mənə başa düşəsən, mən də sənə. Yaxşı, qarın ağrıdır, qarnın ağrıdır. Yox, qulaq as. Sənin öz dediyin sözlərdir, protipoложен. Mən bilirəm gözəl, mən gözəl bilirəm ki, nə demişəm, indi də o söz deyirəm. Nəyə görə? Sən istəmirsən Paqonların ailəsini söyləyim. Mən Ona paqonları görə bilmirəm. ona görə qalxıbsan, buna söhbətin qalxıbsan, narahatsan bura gəl. Mən sənə paqon söhbət Qarın eləmirəm. ağrın nədir deyirəm? Mən sənə imkan vermirsən axı. Mən deyirəm ki, mən paqon söhbət aparmam sənə. Mən sənə Mən deyirəm nədir də qarnın ağrın nədir? Mən söydüklərimə görə kimlər ki söymüşəm, onlara görə narahatsan.
Narahat deyiləm. Sadəcə Mən maraqlanıram. nədir də? Özün dediyin sözdürsə, özün dediyin Mən söz. dediyim indi də deyirəm də, mən indi də deyirəm, yaxşı bir kişinin, dostoyni bir kişinin ailəsini söymək olmaz. Yaxşı da, bəs bildim. Bu Dostoyni Bunu da deyil bildim. kişi. Ailəsinin günahı nədir? Onu bir də mənə izah elə də. Ailəsinin günahı nədir? Hə. Polisin ailəsinin günahı nədir? Polisin də ailəsinin günahı yoxdur. Və niyə türmədə dustaqlar polisin ailəsini söyür? Mən bax öz böyük qardaşlarımdan deyirəm, hansı ki, srokunu çəkir. Hansı ki, bilsən Çox illərlə belə yaxın. təklif çox çəkdi. Yox da bax imkan ver də. Mən sənə deyirəm axı biz hörmətlə bir-birimizin fikrini dinləyək də. Hörmətlə sən hörmətli söhbət eləmirsən axı. Bu hörmətə aid söhbət deyil. İbtidai məsələdir bu. Bu türmədə ibtidai bir məsələdir. Kimsə Pagonun ailəsini söysə, gəlib deyirlər ki, niyə Pagonun ailəsi? Bəlkə onun ailəsində yaxşı var. Bu sözü deyirlər. Deyirəm, əlbəttə deyirəm. Deyərsən, türmədə Niyə deyərsən. deyirəm? Mən hər yerdə deyirəm nə üçün ki, bir insan Türmədə deyərsən. Niyə demirəm ki? Azərbaycanda uzağı çöldə deyərsən, Azərbaycanda da çöldə rastlabuğa veriblər. Verən elə bu vaxta kimi verərdi əgər sən dediyin kimisə. Dedim mən rastlabuğa verilib Azərbaycanda, siz də bu rastlabuğadan istifadə edirsiniz Azərbaycanda. Yox, mən heç nə Türmədə sözünü deyə bilməzsən. Ya mən sənə bax fikrimi deyim ki, mən hansı həyat yaşayıram. Mən türmədə. Ola bir rejimli yerlərdə bu pagonların zaten onların yanında deyərsən. Amma vaxtında Bratvanın yanında sözünü deyə bilməzsən. Mən istər Bratvanyan da deyərəm ki, pagonun özünü söyürsənsə söyə bilərsən, amma ailəsini toxunamazsan, səbəbini izah edeyim sənə. Niyə? Bax, özün həm Varaskoydan danışırsan, həm dindən danışırsan. Hər iki halda. Hələ söz verin, hələ mən nədən danışıram, gözəl bilirəm. Yox, da deyirəm. Mənim əvəzimə danışma, öz əvəzivə danış. Mən gözəl sözlərimi deyirəm. Mən gözəl deyirəm. Mən türmədə malletkaya deyirdim ki, qalın karmoşkada polislərə var yox qoymayın. Çıxırdılar, söyürdülər. Bunu kimsə mənə deyə bilərdi, bu belə olar, öyle olmaz. Malletkalar, az yaşlılara tapşırırdım ki, 18-19. Deyirdim, pagon keçdi burada, bu var yox, nasıl söyür? Bildim, yaxşı, sən özün, sən ukladın. Sən orada olsaydın, mənə qarşı çıxa bilərdin orada sən. Sən bizə neyin yardılar, dustaqlar? Heç nə eləyəməzlər. Bilirsən niyə heç nə eləyəməzlər? Mən sənə bax. Heç nə eləyə bilməzlər. Səni göndərərdilər Üzdayanaqların barakına. Heç yerə. Mən pagon tərəfdarı deyiləm. Sənin yerin o şeydə zətdə olar, Üzdayanaqların zaten yerin yanında olardı. Kişilərin yanında səni buraxmazdılar. Yox, sən bunu səhv danışırsan. Pagonlara görə vüstupat eləyirsən. Bax, yox, mən sən deyirəm axı, mən pagonlara görə vüstupat eləyirsən də. Mən pagonlara vüstupat eləmirəm. Pagonlara görə vüstupat eləyirsən. Sən burada pagonların söhbətini eləyirsən. Yaxşı da, yaxşı demirsən, bax qulaq as. Aydınlığın gətirim də sən. Sənin ukladın nə deyir? Sənin ukladın. Baba Rasko demirsən, oğruyam. Uklad. Sənin ukladın. Mənim ukladımı məndən yaxşı biləcəksən. Sən payda yaşayırsan. Yox, qulaq as. Səndən az bilərəm. Sən payda yaşayırsan. Mən bunu yaşayıram, dədə. Mən bunu yaşayıram. Mən yaşamıram. Sən bunu yaşaya bilmirsən. Mənə öyrədirsən necə yaşamaq lazımdır bunu? Qulaq as da. Sənin öz dediyin söhbətlərdir. Mən sənə sual verirəm o vaxt. Mən özüm bilirəm də nə deyirəm. Mənim sözümü dəyişmə. Mənim sözümü təhrif eləmə. Bir tərəfini deyirsən, sən sonra deyirəm. Sən mənə cavab vermirsən. Sən söhbəti mən sözümün birini deyirsən, onu demirsən. Hə? Mən sual verirəm, sən cavab vermirsən. Bax qardaş. Demirsən ki, sənin ukladığın deyir ki, kiminsə simyasına toxunmaq olmaz. Mənim ukladığımın sözü demir. Uklad bilsən nə olan şeydir ümumiyyətcə? Qulaq as. Sən mənə o suallar vermə, bilirsən, bilmirsən. Uklad, sən bilmədiyin söhbəti deyirsən. Sən ukladın. Uklad nə olan şeydir, bilirsən? Sənin qanunun nə deyir sənə? Bax, sənin yaşadığın həyatın qanunu, Varaskoyun qanunu. Uklad qanundur. Bilirəm qanun deyil. Mən sənə sual verirəm. Uklad qanundur. Sənin öz qanunun. Mən niyə onda deyirsən sənin qanunun? Sənin qanunun, sənə sual verirəm. Sənin bax yaşadığın qanun var. Qanun yalnız Allaha məxsusdur. Uklad qanundur. Allaha məxsusdur. Kim sənə deyir ki, uklad qanundur? Kim sənə dedi ki, uklad qanundur? Sən onunla yaşamalısan. Kim sənə dedi ki, uklad qanundur? Kim sənə bunu deyib? Bax, sən temanı çoxlamadırsan. Bax, sən sual verdin, mən sənə cavab verdim. Dedim, qanun yalnız Allaha məxsusdur. Sənin qanunların deyirsən axı, çöl ukladdan danışsan. Yox, sənin ukladın ayrıdır, sənin yaşadığın qanun ayrıdır. Sənin qanunun sənə nə deyir? Yaxşı, bax sənin yaşadığın qanun. Nə barədə? Bax sən жизни obrazın belə deyək. Sənin bir qanunun var da. Düzdürmü? Sən bir qanunla gəlirsən də.
Yaraşan. Ha. Sən orada deyilmir ki. Fırladırsan söhbəti. Fırladırsan. Mən fırladıram. Qaçırsan. Fırladırsan söhbətdən də qaçırsan. Mövzudan da. Hansı söhbətdən qaçıram denən? Mövzuya gəl. Qaçma. Mən sənə deyərəm, sən qoymasan axı sən imkan vermirsən. Mən fikrimi çatdırım. Mən sənə sual verəndə sən 10 dənə sual verirsən ki, söhbət yayınsın. Sən dedin ki, sənin obraz ciznin, sonra uklad, sonra qanun. Bunlar tamamilə ayrı-ayrı şeylərdir. Yox, mən Bir mövzu üzərindən danış. Sənin qarnın ağrın nədir, onu denə. Sənin ukladında da deyilir. Ukladında da deyilir ki, simməyə toxunmaq olmaz.